Salam əziz izləyicilər, bugün 2008-ci ildə keçirilmiş 3-cü qrup qəbul imtahanının suallarının izahlarını verəcəm. Birinci sualdan başlayaq. AB və C nöqtələri mərkəzi O olan çevrə üzərindədir. Bucaq ABC 101 dərəcə olarsa, bucaq AOC-ni tapın. Burada AOC mərkəzi bucaqdır, ABC isə daxilə çəkilmiş bucaqdır və hər iki bucağımız eyni vətərə söykənib. Buradan vətər çəksək, eyni vətərə söykənən mərkəzi bucaq daxilə çəkilmiş bucağın 2 qatına bərabərdir. Burada daxilə çəkilmiş bucaq 101 dərəcə olduğu üçün AOC də olacaq 101-in 2 qatı, yəni 202 dərəcə. Və bucağın dərəcə ölçüsünü qeyd edəndə 180-dən kiçik olan tərəfini götürürdük. Ona görə 360-dan çıxırıq 202-ni. Geriyə qalır 158 dərəcə. Bucaq AOC olacaq 158 dərəcə. D variantı. 52-ci sual. AB plus C kvadrat bərabər 0,5 olarsa, A plus C vurulsun B plus C, üstə gəlsin A minus C vurulsun B minus C ifadəsinin qiymətini hesablayın. Bunun ifadənin qiymətini hesablamaq üçün sağdakı mötərizəni vurub açırıq əvvəlcə. Olur AB plus AC plus BC plus C kvadrat. Üstə gəlinsin, indi sağdakıları vurub açaq. A-nı B-yə vuranda müsbət AB, A-nı mənfi C-yə vuranda mənfi AC, mənfi C-ni B-yə vuranda mənfi BC, mənfi C vurulsun mənfi C plus C kvadrat. Mənfi AC müsbət AC ixtisar gedir. Mənfi BC müsbət BC islah olur. Geriyə qalır AB plus AB plus C kvadrat plus C kvadrat. Bu ifadəndə də 2-ni mötərizənin xaricinə atsaq olur 2 vurulsun AB plus C kvadrat. AB plus C kvadrat bizə verilib 0,5. 2-ni də vuranda 0,5-ə bərabər olur cavab 1-ə. C variantı. 53-cü sual. LG 27 bölünsün LG 3-ün qiymətini hesablayın. LG loqaritma 10-cu dərəcə deməkdir. Bunu yazırıq loqaritma 10-cu dərəcədən 27. Məxrəcdəki ifadəni də sürətə atanda dərəcə ilə əsasın yeri dəyişilir. Yəni olur vurulsun loqaritma. Bu aşağıdakı dərəcədəki 10 keçir əsasa, əsasdakı 3 isə keçir dərəcəyə. 10 ilə 10 ixtisar gedir. Cavab qalır loqaritma 3 əsasdan 27. Bu da bərabərdir 3-ə. Cavab D variantı. 54-cü sual. 54-cü sualda kəsri ixtisar edin deyir bizə. Bu kəsri ixtisar etmək üçün sürəti və məxrəci vuruqlara ayırırıq. Məxrəcdə olur A minus B vurulsun A plus B. Sürətdə olur A minus B vurulsun A kvadrat plus AB plus B kvadrat. A minus B-lər ixtisar gedir. Geriyə qalır məxrəcdə A plus B, sürətdə A kvadrat plus AB plus B kvadrat. Cavab olur Y variantı. 55-ci sual. A-ın ədədi silsiləsində cəmlər bu ədədlərə bərabər olarsa silsilə fərqini tapın. Burada silsilə fərqini tapmaq üçün bundan bunu çıxmalıyıq, rahat olsun deyə. Çıxanda geriyə nə qalır? Gəlin belə yazaq. A2 plus A3 plus A4 plus A5. Çıxılsın A1, çıxılsın təkrar A2, çıxılsın A3, çıxılsın A4. Mənfi A4, müsbət A4, mənfi A3, müsbət A3, mənfi A2, müsbət A2, bunlar. Bunlar gedir, geriyə qalır nə? A5 minus A1. Nəyə bərabər olur? 60 minus 28-ə, yəni 42, 32. A5-in yerinə yaza bilərik A1 plus 4D. Çıxılsın təkrar A1 bərabər 32-yə. A1-lər gedir 4D bərabər 32. Buradan da D bərabərdir. 32 bölünsün 4-ə bərabər olur 8-ə. Deməli, silsilə fərqi bərabərdir 8-ə. Y variantı. 56-cı sual. İfadəni vuruqlara ayırın. Burada vuruqlara ayırmaq üçün bu ikisini 1 götürək. Bunları da 1 götürək ki, rahat olsun. 2xy plus 2y kvadratdan 2y mötərizənin xaricinə atırıq. İçəridə qalır x plus y.
3x plus 3y-də də 3 mötərizənin xaricinə atırıq. İçəridə qalır x plus y. Sonra bu ifadədən x plus y mötərizənin xaricinə atanda ikinci mötərizədə qalır 2y plus 3. Və vuruqlara ayrılmış formamız budur. Cavab da olur B variantı. 57-ci sual. Perimetri 22 sm olan düzbucaqlının uzunluğu enindən 5 sm böyükdür. Bu olsun bizim düzbucaqlımız. Uzunluğumuz enimizdən 5 sm böyük. Enimiz olsun x, uzunluğumuz da olsun x plus 5. Yenə enlər bir-birinə bərabərdir, uzunluqlar da bərabərdir. Perimetri 22 verilir. Bizə 22 nəyə bərabər olur? Bütün tərəflərin cəminə, yəni x plus 5 plus x plus 5. Buradan 4x plus 10 bərabərdir 22-yə. 4x bərabər olur 12-yə. X də bərabər 3. X 3 olarsa enimiz bərabər olacaq 3, uzunluğumuz da bərabər olacaq 8-ə. Bizdən düzbucaqlının sahəsini soruşur. 3 də 8-ə vuranda cavab olur 24, D variantı. 58-ci sual. ABC müsbət ədədlərdir və B böyük C böyük A olduqda 1 bölü A, 1 bölü B, 1 bölü C ədədlərini müqayisə edin. Bu ədədlərimizdə sürət eynidir, məxrəc fərqlidir. Əgər sürət eyni, məxrəc müxtəlif olarsa, burada məxrəci kiçik olan ən böyük olar. Bizim də məxrəcimiz ən kiçik olan A olacaq. Yəni 1 bölü A olacaq bizim ən böyüyümüz. 1 bölü A-dan sonra ən böyüyümüz 1 bölü C olacaq. Ən kiçiyimiz də olacaq 1 bölünsün B. Cavab da olur C variantı. 59-cu sual. Funksiyanın təyin oblastını tapın. Təyin oblastı x-in aldığı qiymətlər deməkdir. Burada da kök altı ifadə olduğu üçün kökün altındakı ifadə həmişə böyük bərabər olmalıdır 0-a. Buradan da x böyük bərabər olur. Hər tərəfin üstünə 1 gəlirik. X böyük bərabər 1. Cavab oldu B variantı. 60-cı sual. Yolun 60%-ni getdikdən sonra hansı hissəsi qalır? Yolumuzu bir x götürək. Yolun 60%, yəni x-in 60%-ni gedəndə x-in 60%-i bərabərdir 0.6x-a. Onda 0.4x qalır x-a tamamlanması üçün. Bizdən soruşur yolun hansı hissəsi qaldı? Yolun 0.4x hissəsi qaldı. 0.4x-də bölürük x-a hissə olaraq tapmaq üçün. X-lər gedir 0. Burada da hər tərəfi 10-a vuranda olur 4 bölünsün 10. Hər tərəfi 2 ixtisar eləsə 2 bölünsün 5. Cavab C variantı. 61. İki ədədin cəmi 42, fərqi 8-dir. İki ədədlərimiz olsun x və y. Bunların cəmi 42, fərqi isə 8-dir. Ədədləri toplasaq 2x bərabər 50-yə, buradan x bərabər olur 25-ə. X 25 olarsa, y də bərabər olur 17-yə. Bizdən bu ədədlərin hasilini soruşur. X 25, y 17 olarsa, 25 vurulsun 17 bərabərdir. Cavab oldu 425, Y variantı. 62-ci sual. ABC üçbucağında AB bərabərdir BC-yə və onlar da bərabərdir 10-a. Yəni BC-miz də bizim 10-dur. AB-miz də bizim 10-dur. Üçbucağın sahəsi 50. Bizdən DN plus DN-i soruşur. Həmçinin bu DN və DN-lər də yan tərəflərə perpendikulyardır. B və D nöqtəsini birləşdirən bir xətt çəkək. Burada alındı bizim 2 dənə üçbucağımız. Və iki üçbucağın hər birinin təpə nöqtəsindən hündürlük çəkilib. Bu zaman üçbucaqların sahəsi nəyə bərabər olur? Həmin hündürlük, yəni soldakı üçbucağa baxsaq, bu üçbucağın sahəsi bərabər olur. DM bizim hündürlüyümüz vurulsun oturacaq, yəni çəkildiyi tərəf AB bölünsün 2-yə. Sağdakı üçbucağın sahəsi də bərabər olacaq. Yaşılla işarələdiyim üçbucaq. DN vurulsun BC bölünsün 2-yə.
və bu ikisinin cəmi bərabərdir neçəyə? 50-yə. Yazaq DM vurulsun AB-nin uzunluğunu bilirik 10 bölünsün 2 üstə gəlinsin DN vurulsun BS, BS-nin də uzunluğunu bilirik 10 bölünsün 2 bərabərdir 50-yə. 10 ilə 2 ixtisar gedir 5 qalır, eyni qaydada 5 qalır. Olur deməli 5-ni mötərizənin xaricinə atsaq 5 vurulsun DM plus DN bərabərdir 50-yə. Buradan da DM plus DN bərabər olur 10-a. Cavab da olur A variantı. -63-cü sual. -3x böyükdür 18 bərabərsizliyinin ən böyük tam həllini tapın. -3x böyükdür 18. Hər tərəfi vuraq, bölək -3-ə. Hər tərəfi -3-ə bölsək, solda olacaq x, sağda isə olacaq -18, müsbət 18-i -3-ə böləndə olur -6. Və mənfi ədədə böldüyümüz üçün bizim bərabərsizliyimizin işarəsi əksinə dəyişəcək. Yəni, böyük işarəsi olacaq kiçik. Cavabımız olacaq x kiçikdir -6-dan. Yəni, mənfi sonsuzluqdan -6-ya qədər bizim olacaq həllimiz. Bizdən də ən böyük tam həllini soruşur. Ən böyük tam həllimiz də burada olur -7. 64-cü sual. Kök altında 83 ədədinin tam hissəsini tapın. Kök altında 83 ədədi 81-dən sonra gəlir. 81-in də tam hissəsi 9-dur. Ona görə cavab olur A variantı 9. 65. Qonşu bucaqlardan biri digərinin 20%-ni təşkil edir. Qonşu bucaqlarımız olsun x və qonşu bucaqlarımızdan biri olsun x, digəri də onun 20%, yəni 0.2x. Biz bilirik qonşu bucaqların cəmi bərabərdir 180-ə. X ilə 0.2x toplayanda bərabər olmalıdır 180-ə. Buradan da 1.2x bərabər 180. X də bərabər olur. 180-i böləndə 1.2-yə olur 150. X-imiz 150-dirsə, ona qonşu olan bucağımız da olacaq 30 dərəcə. Bizdən nəyi soruşur? Bizdən böyük bucağın dərəcə ölçüsünü soruşur. Cavab da olur C variantı. 66-cı sual. İfadəni sadələşdirin. Surətdə 5-8 vurulsun 5-7 yazılıb. Əsaslar eynidirsə, bir-birinə vuran zaman qüvvətlər toplanır. Yəni olur 5-8 üstə gəlinsin -7 bölünsün 5-14. Bu da bizə verəcək 5-15 bölünsün 5-14. Eyni ilə əsaslar eyni olarsa, bir-birinə böləndə qüvvətlər bir-birindən çıxılır. Yəni burada olur cavabımız. 5-15 çıxılsın -14. Mənfi ilə mənfi bir-birinə dəyişdirir olur müsbət. Ona görə olur 5-15 üstə gəlinsin 14. Bu da bizə verir 5-1, 5-1 də bərabərdir 1/5-ə. C variantı. 67-ci sual. Şəkildə ASB 90 dərəcə, bucaq 1, bucaq 2 bir-birinə bərabərdir. Bucaq 1 ilə bucaq 2 bir-birinə bərabərdirsə, deməli ikisi də 45 dərəcədir. Bucaq 3 verilib bizə 105 dərəcə. 105, 45, 150. Deməli, bucaq B-miz də 30 dərəcədir. Çünki 3 bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Bizdən bucaq A-nı soruşur. Deməli, bucaq B-miz 30, bucaq C-miz 90, bucaq A-mız da olur 60 dərəcə. Yəni, daxili bucağın cəmi 180 olmasına görə hesabladıq. 68-ci sual. Kvadrat üçədlinin köklərini tapın. Kökləri bu üçədlini 0-a bərabər edən qiymətlər deməkdir. Ona görə yazırıq x kvadrat minus x minus 2 bərabərdir 0-a. Bu ifadəni də yazırıq x minus 2 vurulsun x plus 1 kimi. Niyə belə yazdıq? Çünki mənfi 2 ilə müsbət 1-in cəmi mənfi 1 verir. Hasili isə mənfi 2 verir bizə. Buradan da vuruqların hər birini 0-a bərabərləşdirsək, olur x minus 2 bərabər 0, x plus 1 bərabər 0. Solda x bərabər olur 2-yə, sağda isə x bərabər olur -1-ə. Cavabımız oldu -1 və 2. A variantı.
69-cu sual. Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Yazaq həmin ədədləri. 14 bölünür həm 2, həm 7-yə. Sonra da 14-ün misilləri. 28, 42, 56, 70, 84, 98. Toplam 3, 4, 5, 6, 7. 7 ədəd oldu. Cavab B variantı. 70-ci sual. Yaşları 8, 11 və 14 olan 3 qardaş 66 manat pulu aralarında mütənasib olaraq böldülər. Düz mütənasib olaraq bölürlərsə, o zaman qardaşların yaşları 8, 11, 14 olduğu üçün böləndə 8x, 11x və 14x nisbətində götürəcəyik bunları. Olur 8x üstə gəlinsin 11x üstə gəlinsin 14x bərabər 66-ya. Burada olur 33x bərabər 66, x də bərabər 2. X bərabər 2 olarsa, o zaman qardaşlardan birinə verilir 8 vur 2, 16 manat, birinə verilir 11 vur 2, 22 manat, birinə də verilir 14 vur 2, 28 manat. Bizdən soruşur, böyük qardaşa neçə manat pul düşdü? Düşdü 28 manat, B variantı. 71-ci sual. Loqaritma üzərində verilmiş tənliyi həll edin. Loqaritma 3 əsasdan 2x minus 1 bərabərdir 2. 2-ni biz yazırıq loqaritma 3 əsasdan 9 kimi. Loqaritmanın dərəcələri eyni olduğu üçün əsasları eyniləşdiririk. Olur 2x minus 1 bərabər 9-a, 2x bərabər olur 10-a, x də bərabər 5-ə. Cavabımız oldu 5. B variantı. 72-ci sual. Funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırları bizdə funksiya y-i bildirir. Y-in sıfırlar, yəni y-in sıfıra bərabər olduğu qiymətlər. Burada yazırıq mənfi 0.2x plus 26 bərabər 0-a. Mənfi 0.2x-i sağ tərəfə atsaq olur 0.2x bərabər 26. Buradan da x bərabər olur 130-a. Cavab Y variantı. 73. Şəkilə əsasən A çıxılsın B çoxluğunu göstərir. A çıxılsın B çoxluğu o deməkdir ki, ümumilikdə A və B A çoxluğundan A və B-nin kəsişməsini çıxırıq. Geriyə nə qaldı? 1, 4, 5 və müsbət 8. D variantı. 74-cü sual. Tərniklər sistemindən x minus y fərqini hesablayın. Aşağıdakı ifadədə x plus 6y bərabər 2-də hər tərəf vururuq 2-yə. Olur 2x plus 12y bərabərdir 4-ə. Sonra hər tərəfi aşağıdan yuxarı formada çıxdıqda olur 0, çünki 2x-dən 2x çıxanda 0 qalır. 12y-dən 5y çıxanda müsbət 7y qalır. Bərabərdir 0-a. Buradan y bərabər olur 0-a. Əgər y 0-dırsa, x də bərabər olur 2-yə. Bizdən x minus y fərqini soruşur. 2 minus 0 yazanda cavab olur 2. A variantı. 75. Piramidanın 2002 təpə nöqtəsi var. Piramidanın təpə nöqtəsinin düsturu nə idi? N plus 1 kimi yazılırdı. Burada n oturacağının təpə nöqtələrinin sayı idi. Əgər piramidanın təpə nöqtələrinin sayı 2002-dirsə, burada n bərabər olur 2001-ə. Bizdən də soruşur, oturacağının necə təpə nöqtəsi var? Cavab olur elə 2001. Y variantı. Beləliklə, bu qəbul imtahanının izahını da vermiş olduq. İnşallah yeni videoda görüşəndə sağ olun.